Salam. Deyim 20 sınav test toplusundan sınav 12'də 28-ci sual var. Yazı tipli sual. Onun izahına baxaq. Deməli, vektorlar bölməsinə aiddir. Perimetri verib rombun 24'dür. Biz bilirik ki, rombun perimetri 4a'ya bərabərdir. 24'ə bərabərləşdiririk. Buradan rombun tərəfini biz tapmış oluruq ki, 6 və kör bucağın 120 dərəcə verib. Həmin rombun şəklimizi bura çəkək. Təzədən. Deməli, bu bizim rombumuz A, B, C, D. Kör bucağı 120 dərəcədir. AB birinci mötərizədə yazıb ki, AB üzərinə gəl BC. AB üzərinə gəl BC. AB vektoru bildiyimiz üçün bu vektordur. BC vektoru isə bu vektordur. İki vektorun toplanması üçbucaq qaydasına görə AB və BC vektorlarının cəmi bizə AC vektorunu verəcək. Deməli, birinci mötərizənin cavabı AC vektoruna bərabərdir. İkinci mötərizə, yəni ikinci vektorlar ki var, cəmi AD üzərinə gəl DB bərabərdir. Təzədən bir romb çəkək. Yenə də adlandıraq, yəni qarşılıqlı olmasın deyə A, B, C, D. AD vektoru bu vektordur. DB vektoru D'dən B'yə gedən bax bu vektordur. AD vektoru ilə DB vektorunun cəmi bizə verəcək elə AB vektorun üçbucaq qaydasına görə. Bərabərdir AB vektoru. İndi bizə lazım bunların skalyar hasili. Yəni AC vurulsun AB. Tapdıqlarımızın skalyar hasilini bizdən soruşur. Bərabərdir. İki vektorun skalyar hasilini tapmaq üçün onların uzunluqların hasilini tapıb, yəni birincinin uzunluğu vurulsun ikincinin uzunluğu vurulsun onlar arasındakı bucağın kosinusu. Birinci şəklə baxsaq, AC vektoru, bax bu vektor, AC vektoru, AB vektoru da bu vektordur. Bunların arasında qalan bax bu bucaqdan söhbət gedir. Rombun AC diaqonalı olduğu üçün rombun diaqonalı onun iti bucağının və ya kör bucağının təmbölənidir. Burada alfadır. Rombun kör bucağı 120 dərəcə olduğu üçün iti bucağı 60 dərəcə olur və alfa bucağına 30 dərəcə düşür. Yəni 60'ın yarısı. AC vektorunun uzunluğu bizə lazımdır. Rombun tərəflərini biz 6 tapmışdıq. Kör bucağı 120 dərəcədir. Burada biz bərabər yanlı üç bucağı görürük. Bilirik ki, bərabər yanlı üç bucağın kör bucağı 120 dərəcədirsə, onun qarşısındakı tərəf yan tərəfdən kök altda 3 dəfə çoxdur. Yəni 6 kök altda 3 olur. AC 6 kök altda 3 vurulsun AB tərəfi 6'dır. AB vektorunun uzunluğu vurulsun kosinus 30 dərəcədə kök altda 3 böl 2'dir. 6 və 2'ni ixtisar aparsaq 3 qalar.